Ben salamlayıram bütün inkubator həvəskarlarını. Demək, buradan bir video paylaşmaq istəyirəm. Həm müştərilər üçün, həm də ustalar üçün. Demək, inkubator elə bir şeydir ki, qardaş, bu bazarda satılmır. Yəni, bu Qızıl Əhmədə alması da, kimsə bazarda satsın, qardaş. Biri 5 manata, biri 3 manata satsın. Başa düşdük necə? Yəni, qardaş, iş görürsünüz, adımız, sanımız var. Adımıza, sanımıza uyğun hərəkət edin. Qardaş, heç kim məndən artıq da dəyər, məndən əskik də dəyər. Ona görə də adımıza, sanımıza uyğun hərəkət edin, qardaş. Çörəyi mən həmişə deyirəm, kişi kimi qazanmaq lazımdır. Kişi kimi, qardaş. Kişinin çörəyi yeməkdənsə, qardaş, da mən dalın demirəm, özünüz taparsınız. Məsələ budur ki, qardaş, bu, qardaş, bunları. Bu mənim ideyamdır. Bu mənim düşüncəmdir. Bax, bunun vididir, bunun korpusudur, bunun hər bir şeyidir, görürsünüz? Hər bir şey, bax, bunun bu kutudur, bu nə bilim, bu beyindir, bu budur. Yəni, bu beyni ceyib ala bilərsən, hər yerdən al. Tamam, bunu bu formada yığıramsa, bu formada eləyirəmsə, mən logo çıxadıb, məsəl üçün, sol düşüncə vururamsa, qardaş, sən də get, məsəl üçün də, başqa bir iş görür də, qardaş. Bu vidni tavar ki var, vidni tavar. Bu mənə aiddir, qardaş. Sən əgər bir usta kimi mənim malımı yamsılayırsansa, sən usta dəyirsən. Mən sən, bax, belə kres qoyuram sənə. Azərbaycanda inkubator ustası deyilən bir şey artıq yoxdur. Məndən başqa yoxdur. Varsa, qardaş, gəlsin. Budur da inkubator, görürsünüz, göz qabağındadır. Qoyacağım, o da gəlsin, yığsın. Qoyaq, qardaş, fərqi yoxdur. Liboy bir dənə inkubatoru gətirin, təmir eləyək. O da Çin istehsalı inkubator. Bax, gəlib təmir eləmişəm. Gətirin, fərqi yoxdur. Təmir eləyək, qoyaq. Yığaq, qoyaq. Qoyaq yan-yana, qardaşım. Həm təmirimizi yoxlayaq, həm inkubatorumuzu yoxlayaq. Qardaş, mənim inkubatorumda problem olsa, mən bu sənəti ləğv eləyəcəm. Amma sənin inkubatorunda problem olsa, sən bu sənəti ləğv eləyəsən. Çünki görürəm ki, qardaş, sən özündən ideya eləyəmirsən. Və quzu kəsən, bu malı mənə, Allah bütün valideynlərə, ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Bunu mənə atam öyrətməyib. Əmim, dayım, qardaşım, heç kim öyrətməyib. Bunu mən, qardaş, papağımı qoymuşam qabağıma, eşitsənmi? Fikirləşmişəm ki, mən balama necə çörək qazanım ki, kimsə çörəyinə baiskarlıq eləməyim. Başa düşdünüz? Baiskar insan, qardaş, istəyir bu dünyada, istəyir o dünyada ən, yəni, belə deyək, səviyyəsiz insandır. Ən aşağı insandır. Baiskar insandır. Qardaş, çörəyə gəlin kişi kimi yeyin. Mən inkubator ustası kimi bir dənə, bax, o oğlanla hörmətim var idi, salam melekim var idi. Amma, qardaş, görürəm ki, stoykasını qorumur. Çünki müştəri mənə deyir ki, qardaş, mən Hüseyin usta var, o yığdığı inkubatordan istəyirəm. Sizcə Adil usta o yığıb verə bilməz. Yığıb verə bilər. Amma mən deyirəm ki, bir Allah şahiddir ki, deyirəm, qardaş, quzu kəsərəm. Mənim malım, bax, bu formadadır, bu modeldədir. Sən get, o adamın, bax, nömrəsi budur, ünvanı budur, adresi budur. İstə mən zəhvirim deyim. Get zəhvir deyim, o sənə yığsın. O yığımı o yığır. Bu yığımı mən yığıram. Başa düşdünüz? Bax, buradan dedim, yenə də bir balaca düşüncə, hörmət, izzət vardısa, qardaş, çörəyi yenə deyirəm, düşünün, halal yeyin. Yəni, bu şeyləri, qardaş, qoy qırağa. Mən promo video ilə deyirəm. Nəyə görə deyirəm? Çünki bir dəfə demişəm, alın, bu ikincidir. Üçüncü dəfə başqa olacaq. Bax, deyirəm, and olsun bizi yaradan Allaha, məni hamı tanıyır. Bilir ki, mən çörəyi halal yeyirəm. Həyatda da Allahdan başqa heç kimdən qorxmuram. Mənim balamın çörəyinə əl uzadan oğlanın, eşitsənmi? Sındıraram. Mənim balamın çörəyinə əl uzadan oğlanın, gedərəm, qardaş, deyirəm, qollarını kəsərəm. İstəyir, mənə eynilə eləsinlər. Mənə maraqlı deyirəm. Bax, Quran and olsun deyirəm. Yəki oğlansız. Bax, bir kəlmə deyirəm, bil. Bu, qardaş, bu vidni tavar mənə aiddir. Bu kutusudur. Bu, bunun modelidir. Görürsünüz, bax, bu formada. Bu mənə aiddir. Yoxsa müştəri mənə deyir ki, qardaş, müştərinin istəyi ilə mən belirlədim. Hadi, müştəri mənə gəlib istəsə ki, qardaş, filan adamın inkubatorundan yığ. Hadi, mən yığım verim onu. Mən sənin balamın çörəyini necə girə bilərəm? Mən o çörəyi gətirib balama necə yedizdirə bilərəm? Kişi kimi də otur,
Fikirləş də yəni bunu. Xahiş edirəm, bax, bu ikinci dəfədir. Belə şeylər eləməyin. Oldu, keçdi. Bax, bir də belə şey olsa, qardaş, bax, Quran and olsun məndən inciməyin. Məndən inciməyin. Yenə deyirəm, bu qardaş, inkubatora aid, bax, çox şey var. Bu Qızıl Əhmədi alması deyil, bazardan gətirək satıq. Hamımı satsın. Bax, qardaş, bunu mən özüm gətizdirirəm. Alıram da. Satışımız da var. Hər şeyimiz də var. Özüm zakaz verirəm, gəlir. Olmayanda alıram. Bunu sən də gelib, al, işlət, problem yoxdur. İnkubatora aiddir, al, işlət. Deyir, orada da var. Bax, bunu təmir edirəm, sən də get təmir elə. Bu başqa. Məsələ odur ki, Adil ustanın yığdığı inkubator başqadır. Həsən ustanın yığdığı inkubator başqadır. Qılman ustanın yığdığı inkubator başqadır. Adil gedib heç vaxt Həsən ustanın, Qılman ustanın balasının çörəyini əl uzatmaz. Çünki mənim şərəfim var. Mən də sizi, qardaş, düz yola çağırıram. Belə şeylər eləməyin. Belə şeylər eləməyin. Şəxsən mən elə bilirəm, sənin balanın çörəyini əl uzatsam, qardaş, sən də gəlib başqa söhbət edirsən. Amma mən bu ikinci dəfədir deyirəm. Üçüncü dəfə bambaşqa söhbət olacaq. Bax, yenə deyirəm, bundan sonra mənim yığdığım malların vidni, tavarını kapirovka eləyən, oğurlayan, nə bilim, gedib o tüləklik eləyən, bax, buradan şəxslərə deyirəm. Bu gündən sonra kim o işi eləsə, o adamdan, qardaş, o adamın ölüsünə də lənət olsun, dirisinə də lənət olsun və qardaş, gəlib qapsın, döyəcəyəm, nə tər lazımdır söhbət eləyəcəm, nə tər lazımdır, istəyir cana-can, istəyir qana-qan, problem yoxdur. Çünki bu, mən əziyyət çəkirəm, qardaş, bugün səhər saat 8-dən, saat 11-12-dir, mən bu malı yığıram, işləyirəm ki, düzəldirəm ki, balam bir tikə çörək yesin. İndi elə bir zamana ki, qardaş, biz usta, bu şikatur deyil, hamı vırsın divara. Başa düşdün mən nə deyirəm? Bunu biz sıfırdan get, başqa iş gör də, qardaş. Get, öz işin var, neçə illərdə işləyirsən, sən əgər öz stilivi dəyişirsənsə, deməli, qardaş, sən özün dəyişirmisən. Sən usta dəyişsən. Sən ustalığını saxlamaq üçün öz stilivi, öz stoykavı saxlamalısan. Все. Belə. Və xahiş edirəm, eləməyin belə şeylər. Kim də bundan sonra eləsə, qardaş, yenə deyirəm, ölüsünə də lənət olsun, dirisinə də lənət olsun. Yəni, o adamla da mənim söhbətim başqa cür olacaq. Bax, heç kim də məndən inciməsin. Xahiş edirəm, mən sadəcə düzünü deyirəm. Vəssalam, bu elə bir işdir ki, qardaş. Xahiş edirəm, müştəri belə istədi, mən elədim, filan kəs belə istədi, mən elədim. Elə söhbət yoxdur. Elə söhbət yoxdur. Xahiş edirəm, belə söhbətlər eləməyin. Mən dediyim, qardaş, bu ikinci dəfədir. Üçüncü dəfə çıxıb başqa sözlər deyəcəyəm və yaxud gələcəm ki, başqa tema olacaq. Xahiş edirəm. Mən, qardaş, əziyyət çəkirəm, balama çörək qazanıram. Mənim çörəyimə əl uzadan oğlan, bax, qıracam qolunu. Bax, deyirəm. Belə inkubatorlarda kimə lazım olsa əlaqə saxlanır. Adil ustanın yığdığı inkubatorlar. Bax, bu formada olur, bu modeldə olur. Ölənə qədər də bu formada gedəcəkdir. Plastikdən yığılır. Bütün şüşədir qabağı, aynadır, güzgüdür. Görürsünüz, bu formada. Vəssalam, bitdi, getdi. Sona qədər də belə gedəcək.